Hər vaxtınız xeyir, keçmişə nəzərən rubrikamızın əziz izləyiciləri. Rubrikamızın bu buraxılışında sizi Azərbaycan ədəbiyyatının, eyni zamanda da kinematografiyamızın parlaq səhifələrindən birinə aparacağam. Bugünkü mövzumuz Anarın Gürcü Familyası əsəri və bu əsərin əsasında çəkilmiş Gün keçdi filmidir. Bu əsər və film insanın ən dərin hisslərinə toxunur. Bu da əsas problem baş obraz Oqtay və Əsmərin lazımi yerdə lazımi qərarları verə bilməməsidir. Onlar zamanın, xoşbəxtliyin dəyərini itirdikdən sonra anlayırlar. Amma artıq gec olur. Vaxtı geri qaytarmaq mümkün deyil. Onlar geri dönmək imkanları olmayan əbədi mühacirlərdir. Əsmərin "Biz Yapon kamikadzələrinə bənzəyirik" sözləri əslində bu taleyin bir simvoludur. Kamikadzələr kimi onlar da geri dönülməz bir uçuşa çıxmış, artıq şanslarını əbədi itirmişdilər. Bütün bunlar Gürcü familiyası ifadəsində rəmizləşirdi. Filmdə biz görürük ki, Əsmər və Oqtay Yapon kamikadzələri haqqında film izləyirlər. Ölümə gedən təyyarə sürücüləri kamikadzələr havaya qalxan dəqiqədən öz həyatları ilə əbədi vidalaşırdılar. Onların təyyarələri heç bir geri qayıda bilməzdi. Sifətləri nə dəhşətlidir. Təyyarələr Əsmər bu sözü Gürcü familiyasına bənzədir və sonralar Oqtaya göndərdiyi teleqramında da öz adını belə qeyd edir. Kamikadze qəribədir. Lap familiyaya oxşayır. Beləcə Gürcü familiyası həm peşmanlığın, həm də sevginin simvoluna çevrilir. Bu filmdə biz Bakının köhnə ruhuna, səmimi hisslərinə şahidlik edirik. Bəlkə də elə buna görə gün keçdiyə Bakılıların sevgisi bir başqa cürdür. Bəlkə də elə buna görə Gün keçdi filminə Bakılıların sevgisi başqa cürdür. Bu film elə bir nostalji yaradır ki, köhnə Bakını görməyənlər belə o filmin ab-havasına qapılır. Filmin ərsəyə gəlməsi zamanı da çox maraqlı hadisələr yaşanır. Məsələn, Oqtay ilə Əsmərin qartopu oynadığı səhnə əslində heç ssenaridə yox idi. Bakıya gözlənilmədən qar yağanda rejissor aktyorlara zəng edərək həmin anları lentə almağa qərar verir. Sizləri həmin səhnə ilə baş-başa buraxıram. Həmçinin filmdəki toy səhnəsi də İçəri şəhərdə Şirvanşahlar Sarayının aşağısında çəkilmişdi. O illərdə film çəkilişlərinə hər kəs kömək edərdi. Hava limanı səhnəsində də işçilər burada könüllü şəkildə iştirak etmişdilər. Bu da o dövrdə insanların sənətə, filmə olan hörmətini, sevgisini yansıdırdı. Filmin rejissoru Fikrət Əliyev sonralar verdiyi müsahibələrində maraqlı məqamlara toxunmuşdu. O deyirdi ki, filmin ssenarisində əslində son səhnə daha açıq təsvir olunmalı idi. O səhnə olduğu kimi qalsaydı, filmin dərinliyi, bizə ötürmək istədiyi mesaj və eyni zamanda da bizə yansıtdığı o saf sevgi öz mənasını itirərdi. Bugün biz niyə Gün keçdi filmini izləyirik? Çünki o hələ də bizə o saf sevgini, təmənnasız sevgini hiss etdirməyi bacarır. Əziz izləyicilər, bugünkü buraxılışımızda biz bu film vasitəsilə əslində bir mesajı xatırlatdıq sizlərə. Sevgini itirməyin, vaxtı dəyərləndirin, həyatda heç nəyi sabaha saxlamayın. Növbəti buraxılışlarda görüşənədək.